Bu davam eləyir İmam Musa Kazım əleyhissalamın da həyatının bir hissəsi. Sonra başlayır İmam Musa Kazımın təqib dövrü. Yəni ona qarşı təzyiqlər güclənir, siyasət dəyişir və onu zindana salırlar. 14 il zindanda olur. Harunun dövrünə təsadüf eləyir. Harundakı ən qüdrətli Abbasi xəlifəsi idi demək olar ki. Və bir həddə çatır ki, Mədinədə yaşamaq mümkün olmur Əhl-i Beyt üçün. Ən çətin dövrlərdən biridir. Əhl-i Beytin xanımları, İmam Musa Kazımın qızları evdə neçəsində bir paltarı var idi, namaz paltarı. Biri qılırdı, sonra onu bayrada çıxa bilmirdilər. Bir paltar bir ailəyə qarət edirdilər, təzyiq, təqib, çox zülümlər o dövrdə Əhl-i Beytə qarşı olub və həmin dövrdə onlar hicrət edib gəliblər. Məsələn, Bakıda Bibi Heybət ziyarətgahı var ki, çox mötəbər ziyarətgahdır. Və başqa imamzadələr ki, İmam Musa ibn Cəfər əleyhissalamın qızlarıdır. Rəhmə xanımın ziyarətgahı var Nardaranda, Bilgəhdə xanım Leyla var. Fikir verin ki, Azərbaycanın da dəyəri bundadır ki, o zaman bu ərazilərə köç edirlər və pənah gətirirlər və Azərbaycan qucaq açır Əhl-i Beytə. Ona görə də bura Əhl-i Beyt diyarı olub tarixən və bugün çox dərdən qabıqdan çıxır bəzi o radikal cərəyanlar ki, bu dəyərdən bizi ayırsınlar. Fikir verirsiniz, ziyarət əleyhinə filan. Bunlar hamısı inanın böyük mədəniyyətdən xalqı ayırmaq üçündür. Nə adla desələr də, şirk adı qoysalar filan.